Salam əziz uşaqlar. Bu gün mən sizə Tıktıq xanımın nağılını danışacağam. Biri var idi, biri yox idi. Bir dozanqurdu var idi. Bir gün bu dozanqurdu evdə darıxır və özünə dost axtarmağa gedir. O fındıq qabığından özünə çarıq, yarpaqlardan özünə don düzəldir. Gözlərinə isə kömürdən sürmə çəkib düzəlir yola. Yolda gedərkən mahnıda oxuyur. Çıxıb çölün düzünə, dost gəzirəm özümə. Dost gəl, hardasan? Tez gəl, hardasan? Gəl, 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 gəl. Birdən onun qarşısına bir çoban çıxır və soruşur: Tıktıq xanım, hara belə? Çərə gedirəm, çürə gedirəm. Sənə nə var, hara gedirəm? Gedirəm özümə dost tapam. Çoban deyir: Gəl mənimlə dost olaq. İşte acıqlandırsam səni, nə ilə döyərsən məni? Tıktıq xanım soruşur. Çobansı deyir: Alaram çomağımı əlimə, vuraram səni. Demişdi ki, Tıktıq xanım tez oradan uzaqlaşa deyir: Get, səndən mənə dost olmaz. Və yenidən yola düzəlir. Və yenə mahnısını oxuyur. Sürmə çəkdim gözümə, çıxıb çölün düzünə. Dost gəzirəm özümə. Dost gəl, hardasan? Tez gəl, hardasan? Gəl, 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 gəl. Bu vaxt tülkü çıxır qabağına və soruşur Tıktıq xanımdan: Tıktıq xanım, hara belə? Çərə belə, çürə belə. Sənə nə var, hara belə? Gedirəm özümə dost tapam. Gəl mənimlə dost olaq, deyə tülkü deyir. İşte acıqlandırsam səni, nə ilə döyərsən məni? Tıktıq xanım soruşur. Tülkü deyir: Hə, acıqlandırsam məni, salaram səni dişlərimin altına, çiynəyərəm. Bunu eşidən Tıktıq xanım oradan qaçaraq uzaqlaşır və yenə yoluna davam edir. Və birdən siçana rast gəlir. Siçan ondan soruşur. Saçı uzun Suray xanım, boyu uzun Buray xanım, sürmə çəkib gözlərinə, hara gedirsən belə? Tıktıq xanım deyir: Çərə gedirəm, çürə gedirəm, sənə nə var, hara gedirəm? Gedirəm özümə dost tapam. Siçan deyir: Gəl mənimlə dost olaq. Tıktıq xanım deyir: İşte acıqlandırsam səni, nə ilə döyərsən məni? Siçan deyir: Mən səni döymərəm, quyruğuma yağ çəkərəm, bal çəkərəm, saçlarına tumar çəkərəm. Bu sözlər Tıktıq xanımın çox xoşuna gəlir. Və onlar dost olub bir yerdə yaşamağa razılaşırlar. Bir gün siçan eşidir ki, pişiyin evində toy var. Və o Tıktıq xanıma deyir: Saçı uzun Suray xanım, mən gedim pişiyin evində toy var. Oradan bizə çoxlu sovqat gətirim. Tıktıq xanım razılaşır. Siçan yola düşür. Bir müddət keçir, Tıktıq xanım darıxır. Çıxır evinin qarşısına və ayağı büdrəyir. Bir gölməçəyə düşür. Kömək edin deyə qışqırır. Bu zaman yaxınlıqdan keçən atlılara səslənir. Tarab turub atlılar, atlılar qanatlılar, xan evinə gedərsiniz, Siçan bəyə deyərsiniz. Saçı uzun Suray xanım, boyu uzun Buray xanım, düşübdü su çuxuruna, tez özünü yetir ona. Atlılar toy evinə gələndə orada bu hadisəni danışırlar və bunu siçan eşidir. Tez özünü çatdırır evə. O çuxura düşmüş Tıktıq xanımı görüb deyir: Əlini mənə bəstərəcək. Yox, mən səndən küstərəcək. Əlini mənə bəstərəcək. Yox, mən səndən küstərəcək. Əlini mənə bəstərəcək. Yox, mən səndən küstərəcək. Küstərəcək, küstərəcək, mən də sənə quyruq göstərəcək deyir, arxasını çevirir və getmək istəyəndə
Dozanqurdu Tık-Tık xanım siçanın quyruğundan yapışıb çıxır çölə və bununla da nağıl burada bitir. Göydən üç alma düşdü. Biri nənənin, biri qulaq asanın, biri isə bu nağılı yazanın. Salamat qalın uşaqlar.